Bu maşın o maşındır ki, bu maşına heç kim ağız əyə bilməz. Heç kim ağız əyə bilməz. Elə bir insan yoxdur ki, mən ən azından bizim ölkəmizdən danışıram. Əlbəttə ki, söhbət Toyota'dan gedir və Toyota'nın Corolla'sından gedir. Yəni bir oğlan axtarıram ki, belə bir sımazım, bir adam axtarıram ki, bir izləyici, bir insan axtarıram, bir vətəndaş axtarıram ki, Toyota Corolla'ya pis maşındır desin. Bəli, həmin o söz götürməyən maşın. Bu maşın söz götürmür də. Bu maşın problem istəmir qardaşım. Bu maşın, belə deyək də, baş ağrısı istəmir. Toyota Corolla 2025-ci il 12.000 manatdır ilkin ödənişi. Sıfır maşındır ya, sıfır. 2025 model, bir daha xatırladıram, və hibrid. Ən son model özdə polnu full. Ən fulludur. Ən fulludur, yəni luku ilə zadı ilə bir yerdə necə lazımdır, yüksək səviyyədə dəri oturacaqlar zat, hamısı öz qaydasında. Və 33.500 manat da bu avtomobilin nağd qiymətidir. Bu maşında ən çox da bəyəndiyim bunun stoplarıdır. Çox qəşəng stopları var da, çox qəşəng. Və ümumiyyətlə bilirsiniz də, bu Toyota neçə illər idi ki, bu dizayna zada fikir vermirdi. Elə ələngə maşınlar buraxırdı da, qazana, tavaya zada oxşayan. Amma təbii ki, praktiklik, güvənlik, etibarlılıq o öz yerində. Amma dizayna fikir vermirdilər bu adamlar. Amma son illərdə, artıq son 5 ildə deyərdim ki, adamlar artıq deyəsən bir dizayner tapıblar ki, bir maşına vid versin. Salafanı da buradadır, görürsünüz, üstündə. 055 411 97 97 055 413 97 97. Əlbəttə ki, maşını alanlara hətta zəmanət də veriləcək. Təbii ki.